Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 5-ci bölmədən canlılar bölməsindən heyvanları tanıyaq mövzusu olacaq. Gəlin suallara cavab verək. Bitkilər və heyvanlar yaşamaq üçün bir-birlərinə necə kömək edirlər? Uşaqlar, bitkilər əlbəttə ki, bir qida mənbəyidir. Yəni heyvanlar həmin bitkiləri yeyərək müəyyən qidalarını, gündəlik tələbatlarını ödəmiş olurlar və eyni zamanda bəs sual verirsiniz ki, bəs məsələn otdur və çəmənlikdə olan digər belə deyək bitkilərdir. Bəs bunu heyvanlar, insanlar yeyərkən nə üçün bunlar bitmir, tükənmir? Cavabı belədir uşaqlar. Məsələn, biz hər hansısa bir günəbaxan əkmişik, düzdür bağda. Günəbaxan əkdiyimiz zaman biz onları bir-bir qopartdığımız zaman onun tumları əlimizin arasından düşür yerə. Yəni ən azından hər dəfə hər bir qarğıdalıda 2-3 ədəd tum yerə düşərsə, yəni davamlı olaraq biz günəbaxan tumunu bitirsək də yerə düşmüş toxumlar yenidən cücərir və beləliklə onlar belə heç bir zaman bitmirlər uşaqlar. Eyni zamanda bu digər heyvanlar üçün də keçərlidir, digər canlılar üçün də keçərlidir. Məsələn, quşlar hər hansı bir çiçəyin toxumu ilə qidalandıqları zaman, daim uçduqları zaman onların ağzından, dimdiklərindən düşən hər hansı bir toxum hissəsi yerə düşür və nəticə etibarilə yağışın və günəşin enerjisi ilə də bollluq, bərəkət yaranır bildiyiniz kimi və nəticədə quş vasitəsilə beləcə bitkilərin çoxalma prosesi baş verir. Sonra bitkilər qidalanmaq üçün hansı hissələrindən istifadə edirlər? Əlbəttə ki, bu gövdə hissəsidir uşaqlar. Gövdədən gövdə və kökdür. Bildiyiniz kimi daha çox enerji, günəş işığı və sair qida əldə edirlər. Heyvanlar böyüdükcə necə dəyişir? Onların gövdələri böyüyür və bəzilərində buynuz əmələ gəlir, bəzilərində gövdələri böyüyür və s. belə. Heyvanları tanıyaq. Tük, lələk, quyruq, üzgəc, pulçuq. Gəlin baxaq görək bunlar açar sözlərdə nəyə lazım olacaq. İnsan bədəni hansı hissələrdən ibarətdir? Bəs heyvanların bədəni hansı hissələrdən ibarətdir? Birincisi, ümumiyyətlə 3 hissəyə bölünür uşaqlar. Baş, gövdə və ətraflar. Baş hissədə bildiyimiz kimi bizim beynimiz, üzümüz, gözümüz, burnumuz, qulağımız, çənəmiz və s. yerləşir. Gövdə hissədə daha çox sinə, döş, qarın, böyrək hissələr və s. yerləşir. Ətraflarda isə qollar, çiyinlər, ayaqlar və s. Bunlar da olur nə? Ətraflara. Burada fəaliyyət hissəsini siz özünüz məktəbdə eləməlisiniz. Mən digər hissəyə keçirəm. Öyrənmə də siz bunu bilirsiniz. Məsələn, pişikdə göz, qulaq, ağız, burun, quyruq ətraflardan ibarətdir. Balıqda baş, quyruq, üzgəc, pulçuq hissələri var. Üzgəcləri vasitəsilə üzmək onlara kömək eləyir. Pulçuq da onun dəri qatının qorunması ilə bağlıdır uşaqlar. Məsələn, göyərçinə baxırıq, qanad hissəsi var, dimdik hissəsi, ayaq, quyruq və lələkləri var uşaqlar. Bu da göyərçinin bədən hissələri idi. Hansı heyvanların bədəni tüklə örtülmüşdür? Tük örtüyün onlara faydası nədir? Məsələn, tük örtüyü var quşlar sinifində. Quşlar sinifinin nümayəndələrində var. Məməlilər sinifinin əksəriyyətində var. Təbii ki, məməlilər sinifinin məsələn var yarasada, müəyyən dərəcədə var. Məsələn, şirdə, pişikdə məsələn onlarda var və s. Tük örtüyünün onlara faydası nədir? Qışda bədən temperaturlarını qorumağa kömək edirlər. İkincisi də quşlar sinifinə aid nümayəndələrdə uşaqlar, onlar rahatlıqla dənizdə, dənizdə deməyim, daha çox göldə, çayda, dəniz də ola bilər əslində. Orada rahatlıqla üzə bilirlər, çimə bilirlər. Çünki
o bədən tük örtüyü onları batmağa imkan verir. Çünki yağlı hissə var. O yağ vasitəsilə onlar suyun üzərində qalırlar. Tapşırıqlar hissiyə keçid alaq. Şəkildə verilmiş canlıların hansı bədən hissələri onlara hansı işi görməkdə kömək edir? Gəlin baxaq. Quşda dimdik hissəsi onun birincisi nəfəs almasına, yəni burun hissəsi var. İkincisi isə dimdik hissəsi də yemini parçalamağa imkan verir, qidalanmağa. Balıqda görürük, quyruq hissəsi var. Quyruq vasitəsilə onlar daha estetik, elastik üzə bilirlər, elastik hərəkət edə bilirlər. Pişiyin isə caynaqları var. Ətraf hissəyə aiddir, amma bu pati deyirik də biz, caynaq hissəsi. Bu da onların hər hansı bir təhlükə zamanı avtomatik olaraq reaksiya verilməsinə gətirib çıxarır. Məsələn, ilan gördükdə fikir verirsinizsə, ümumiyyətlə pişiklər ancaq ilə ayaqlarıyla nəyisə qurdalayırlar, nəyisə işarə edirlər, vururlar və s. və s. Verilmiş sözlərin canlılara uyğunlaşdırın. Deməli, tük, lələk, pulçuq. Əlbəttə. Birincisi, pulçuq hissə var ilanda. İlanın pulçuqları var, balıq kimi. Tük var toyuqda. İnəkdə də var. Az da amma inəkdə. Ona görə lələyi toyuğa aid edirik, tükü inəyə aid edirik. Belə. Özünüzü yoxlayın hissəyə gələk. Heyvanlarda insanlardan fərqli hansı bədən hissələri var? Məsələn, pulçuqları var. Quyruqları var. Məsələn, sonra qanadları var. Üzgəcləri var. Dimdikləri var. Bizim dimdiyimiz yoxdur. Amma ağzımız var. Yəni, lələyimiz yoxdur. Məsələn, bunlar heyvanlarda olan xüsusiyyətlərdir ki, insanlarda yoxdur. Heyvanların bədəni xaricdən nə ilə örtülüb? Təbii ki, xaricdən fərqlidir uşaqlar. Məsələn, ilanda və balıqda xaricdən örtülən hissə pulçuqdur. Məsələn, digər heyvanlarda tükdür, quşlar sinifində məsələn və s. və s. Belə. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik. Və sonda kanala abunə olmağı unutmayın ki, videolardan xəbərdar olasınız. Hələlik.